Bu xəstəlik məni o boynumda olan o tutulma, o damar tutulması çox əziyyət verirdi. Bu insulinlə nəticələnirdi bu. Həkimlər nəzərlə müəyyən kondisyondan sonra məsləhət edirlər ki, səni mütləq əməliyyat etməliyik. Amma ondan bəri mənə bir mükəmməl yerdə belə məsləhət gördülər ki, Qarabağ Xalq Təbəqatı klinikasına müraciət edeyim. Orada bir təbii üsullarla bunları aradan qaldırmaq olur. Müəyyən bir qısa bir müddətdə, inandırı bir həftə çəkmədi, tutardı, amma əvvəlki söhbətimizin yerinə qalırdı ki, mən əməliyyata getməliyim. Gəldim klinikaya, hər şey hazırlandı vəziyyətdə ki, məni əməliyyata götürəcəklər. Əməliyyata qabaqda gəldilər ki, gəl rəng eləyək, baxaq görək vəziyyət nə gedir. Rəng elədilər, baxdılar gördülər ki, məndə o tromb olan damarda hər şey bu bir həftənin içində çıxıb gedib. MRT elədilər, MRT-də göstərdi ki, məndə heç nə qalmır. Deməli, bu bir həftənin içində bu proses məndən uzaqlaşmışdı. Ondan əlavə ikinci bir proses başlamışdı. Koronadan məndə təyin-nəfəsi əmələ gəlmişdi. İnandırım ki, 10 metri yeriyə bilmirdim. Yeriyəndə nə bilim, otururdum, nə bilim, istirahət edirdim birinin içində. Elə oldu ki, o da müraciət edirdim həmin klinikaya. Həmin klinikada onu da məni aradan qaldırdılar. Allah çox şükür ki, indi və bugünkü gündə sağ-salama təyin-nəfəsi məndən uzaqlaşıb yox. Elə bir xəstələr məndə dalbadal öz şeyini verildi ki, sən mütləq bəzindən bir də müraciət edəmək sonra qışlarımda, topuğumda, hastalıqda, çanaq nahiyəsində möhkəm ağrılar əmələ gəlmişdi. İnandırım bir yeriyə də bilmirdim. Gənə gəldim həmin klinikaya müraciət elədim. Təbii üsullarla, təbii otlarla oranın kollektiv sayəsində həmin xəstəliyi də məndən istirahət edirlər. İndi büyüyünə kimi, büyüyün axırıncı gündə hasa götürdüm. Bugün hasanı turlayıb verəcəm bunlara ki, aparıb kiməsə lazım olan bağışlasınlar. Tabii bax belənciyini, mən bu klinikada çox Ahu xanımın sayəsində möhkəm belə bir təmiz klinikada möhkəm nə bilim, bu işçilərin belə insanlara yanaşmağı, mükəmməl, ondan sonra həmrəylik adama belə özürlük verir ki, beləsinə bir klinika bu. Burada təbii üsullarla müalicə edilir. Mən istərdim ki, belə xəstələrə düşər olanlar bu klinikaya üst tutsunlar.